Bir nəfər deyirdi ki, bir kitab açdım, oxudum, alim dediyin alimi. Psixologiya mövzusunda bir kitab idi. Deyir, o kitabda oxudum, deyirlər ki, uşaq 3 yaşına çatanda, 3-4 yaşında olanda, deyir, öz böyüyünü hər şeyə qadir bilir. Mənim evində uşaq olanlar bunu bilirlər. Elə bilir ki, atası böyüyü hər şeyi bacarar. Sualları da budur ki, səndən kim, filan kəs səndən güclüdür. Elə bilir ki, bunun böyüyündən güclü adam yoxdur. Uşağın belə bir psixologiyası var. 3 yaşda uşaq elə bilir ki, deyir, böyüyü hər şeyə qadirdir. Və ondan sonra deyir, yazır o. Deyir, uşağa zərbə vurmaq istəyirsənsə, onun özünü vurmaqdan çox gözünün qabağında böyüyünü vurasan. O uşağın ürəyinə elə yara vurur ki, sinədən sağalmaz. Mən bunu oxuya, bu bir elmi nöqtə idi. Bu elmi nöqtədən diqqətim yönəldi Kərbəla hadisəsinə. O ki, deyirəm, ağıl, elm hətta kiçik səhnələrində də adamın əlindən tutur, əzadarlığı, daha çox yandırır insanı. Mən baxdım, dedim, bu 3 yaşlı qızlar ki, Həzrəti Zeynəbə sığınmışdılar, onlar Zeynəbi qüdrət bilirdilər. Deyir, gör, onların ürəyinə nə zərbə dəydi, onların gözünün qabağında o xanımı döyürdülər, əziyyət verirdilər. Deyir, o uşaqlar hansı hissləri keçirdirdilər. O uşaqların məzlumiyyəti deyir, bir elmi kitab oxuyanda daha çox canlandı mənim gözümdə. Başdan başa ağılla təhlil olunduqda Kərbəla hadisəsi çox yandırır insanı. Kərbəla hadisəsi o hadisədir ki, ən aqil adam, dünən dedim, əqli kul peyğəmbərdir. Ən aqil insan, ən ağıllı adam bu hadisəyə göz yaşı töküb, hələ hadisə baş verməmişdən qabaq.